İkinci dəfədir yanır bu. Səndən qabaq cəmaət Remont eləyin də bunu da. Yağınız adını dəyişin də. Mən qorxdum dedim qızım da hacı kimsə düşüb qızı öldürür. Niyə qaçırsınız ki? Vətəndaş narazı. Deyir ki, biz dəfələrlə demişik, şikayət eləmişik. Paytaxtın mərkəzində 28 may küçəsində yerləşən El Pizza restoranında axşam saatlarında yanğın baş verib. Yanğının genişlənməsinin qarşısı alınıb. Hazırda tüstüləmə var və yanğın tamamilə söndürülüb. İkinci dəfədir yanır bu. İki dəfə nədən baş vermişdir? Həminki yerdən. Demək, hər dəfə eyni yerdən yanğın baş verir, hə? Mənim qızım indi gəlirdi işdən. Bir də gördüm qapını bir sındırıb. Mən qorxdum dedim qızım da hacı kimsə düşüb qızı öldürür. Deyib bina yanır çıxıb ayra. Tüstü basıb aləmi. Göz gözü görmür. Mən də düşdüm qorxudan bax. İndiyənə qədər əsirəm. Mən həmişə bunlara deyirdim. Tokla pizza eləyir. Odunu gətirirlər taxta. Onu yandırırlar, onu ilə pişirirlər. Bura o qardaşım UNESCO düşmüş binadır. 100 ildən çox deyil, üstündə lövhə var. Toxunulmaz binadır. Bu qədər söz demişsiniz, amma eşidən olmayıb, hə? Deyir, heç kim eşitmir. 3-4 il bundan qabağı buranı kimsə satıb. Bir nəfər gəldi, buranı aldı. Burada açdılar pizza. Bütün qonşular, 4-5 dənə qonşu dedi ki, burada olmaz, pizza pişirmək olmaz. Hər yana zəng elədi, qardaşım, qurbanım sən. Ancaq heç bir ölçü götürmədi. İndi bura kömürü alırlar, doldururlar ora. Tüstü vurur, paltar asa bilmirik, iydən otura bilmirik. Soğan yiyib götürüb aləmi, pizza pişirirlər, su pişirirlər. Dəfələrlə dedi, bağlatdırın buranı. Heç kim ölçü götürmədi. Axırı bax yandı. Niyə qaçırsınız ki? Vətəndaş narazı. Deyir ki, biz dəfələrlə demişik, şikayət eləmişik. Bu obyektin sahibidir. Vətəndaşın şikayəti ilə bağlı sual verirəm, amma qaçır, gedir. Üzün tutub, gedir. İkinci dəfədir yanır bu. Səndən qabaq cəmaət Remont eləyin də bunu da. Yağınız adını dəyişin də. İndi canımızı qurtarmışıq burada. İndi götürüb qəlbə ilə kamerayla Yeter bəraət olan qazanarsan. sonra da. İkinci dəfədir elə yanır. Köhnə binadır bu qaqa. Deyirəm müdir anı, ikinci dəfə. Deyir ki, ikinci dəfədir yanğın baş verir və bir tədbir görmürlər. Qəlbə görmüş havalandırma motoru da dəyişib, özü də dəyişib, izolyasiyası olunub, hamısı olub. Bu indi olanda hadisə birdən anidən olur. Bu dəfə nədən baş verdi? Eyni hadisə də, yəni qısa qapanma ola bilər, havada satdıra bilmir, çəkə bilməyib, indi olub belə bir şey. Ki biz də canımızı qurtarıb indi çıxmışıq, amma bunun üstünə gəlib kimsə öz malının, mülkünü üstün tutanda təsir edir. Adamlar da canını düşünür də. Əlbəttə ki, canını düşünürsə, indi hal-hazırda o məndən salamatdır. Şükür Allah deyəlim, heç səni batmayıb. Mən amma canım Amma salamat olmaya bilər də. olmaya bilər, mən də burada ölə bilərdim də ondan qabaq. Düzdürmü? Hadisənin yerində mənəm. Xanım deyir ki, biz dəfələrlə şikayət eləyirik ki, Şikayət olma bilər, izolyasiya sistemi olub, bütün demoxodlar, perixodlar hamısı dəyişilib, təmiz təhvil almışıq biz. Götürdüyümüz də yəni qısa müddət deyil, uzun müddət deyil. Bizdən əvvəlki olan hadisələrə bizdən əvvəlkilər cavab verir.